Xəlil Rza oğlu Xəlilov 1933-cü ildə Salyan bölgəsinin Pirəbbə kəndində anadan olmuşdur. O, Azərbaycanlı böyük şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmlər doktoru, Azərbaycanın əməkdar incəsənət xadimi idi. O həm də Azərbaycan Cümhuriyətinin xalq şairi idi. Xəlil Rza elə gənc yaşlarından öz kimliyi, ana dili və vətən adını qorumağı özünə borc bilir və elə bu fikri üçün də böyük xəzinələr verirdi. Onun Ana Dili adlı bir şeiri Türkiyədə çap olunduğu Yazıçılar İttifaqında ona qarşı soyuqluqlar yaradıb və sonunda tədris işindən çıxarılması ilə dəyərləndirildi. 1959-cu ildən Bakıda Azərbaycan Dövlət İnstitutunda işləməyə başlayıb. 1963-cü ildə orada yersizcə rusca sözlər işlədənləri hər bir yabancı söz üçün 5 qəpik cərimə edirdi. Danışıqlarını bəyəndiyi türk öğrenciləri isə 1 manat mükafatlandırırdı. Onun bu işi hökumətə xoş gəlməmiş və onun tədris saatları və Yazıçılar Birliyi ilə əlaqəsi məhdudlaşdırılmışdır. O, ana dilinə çox məhəbbət göstərdiyi üçün onun haqqında çox yanlış fikirlər də yayılır və onu şovenizm bir kimsə kimi tanıyanlar da vardır. Ancaq o, bütün insanlara və ümumiyyətdə insanlıq anlamına dəyər göstərən bir insandır. Mən günəş ürəkli Xəlil Rzayam. Yer boyda, göy boyda təbiətim var. Reyhan yarpağından qarışqayacan, yurdumda hər kəsə məhəbbətim var. O, ömrünün çox uzun illərini Şuravi hökumətinin dostaqlarında keçirsə də öz yolundan dönməmişdi. Bu çirkin hökumətin heç bir nəfrətli işi onun ürəyində nəfrət və məyusluq toxumu əkə bilməmiş və Xəlil Rza olduğu günə kimi şeirlərində mərdilik, insanlıq, məhəbbət, vətən eşqi, azadlıq yolunda mübarizə və bunun kimi anlamları yaşatdı. Xəlil Rza oğluna Təbriz adı seçməklə ürəcində Azərbaycana bəslədiyi məhəbbəti göstərmək istəmiş və həmin bu oğlunu vətən yolunda qurban vermişdi. Təbriz Xəlilbəyli 1-ci Qarabağ savaşlarında 1992-ci ildə Şuşanın azad edilmə əməliyyatı zamanı şəhid oldu və Azərbaycanın milli qəhrəmanı kimi tanındı. Şuşa 28 il Təbrizin şəhid olduğundan sonra azadlıq üzünü gördü. Xəlil Rza oğlundan sonra çox ömür sürmədi. 1994-cü ildə diabet xəstəliyindən insan məhəbbəti və azadlıq həvəsi ilə dolu olan ömrünü sona çatdırıb dünyasını dəyişdi. Onun bahar gəlir, sevən gözlər, məndən başlanır vətənim. Davam edir 37, ayla günəş arasında kimi çoxlu əsərləri çapa çıxsa da, hələ çoxlu əsərləri işıq üzü görməmişdir. Səsləndirən Mahru Xəfru.